Bugün 11 aprel 2025-ci il tarixidir. Azərbaycan Prezidenti İlham Əliyevin oğlu Heydər Əliyevin tələbəlik dostu və yoldaşı olan Ceyhun Hüseynovun müəmmalı şəkildə Naxçıvanda qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesi keçirilibdir. Məhkəmədə nələr ortaya çıxıbdır? Keçən il Ceyhun Hüseynov, ekranda gördüyünüz bu şəxs, Heydər Əliyevlə şəkillərində görürsünüz. Bu şəxs. Mən bununla bağlı keçən il sentyabr ayında bir video çəkdim, danışdım, faktları səsləndirdim. Ceyhun Hüseynovun qətlə yetirilməsinin səbəbləri, ehtimal edilən səbəblərini səsləndirdim və bəzi məlumatları da paylaşdım. Hansı ki, Ceyhun Hüseynov, dediyim kimi, Heydər Əliyevin tələbəlik yoldaşı olubdur. ADA Universitetində həmçinin 600-dən çox bal toplayaraq qəbul olmuş və müvəffəqiyyətlə universiteti bitirmiş, ekranda Mehriban Əliyevanın əmisi, həmçinin ADA Universitetinin rektoru olan Hafiz Paşayev də siz görürsünüz. Yəni, Paşayevlər komandasının gələcək üçün hazırladığı bir həmçinin kadr. Hafiz Paşayev tərəfindən magistratura təhsili üçün İsrailə göndərilmiş, orada magistr təhsili almış bir şəxs Azərbaycana gəlir və o Naxçıvana əskərliyə göndərilir və orada bir müddətdən sonra müəmmalı şəkildə qətlə yetirilir. Hətta baş prokurorluq və hərbi prokuror açıqlama verir, təsdiq edir ki, bəli, onun ölümü məhz qətldir. Yəni, dağdan başına daş düşməyib, qəza törətməyib, uçqunda qalmayıb, qar altında qalmayıb, ürəyi də tutmayıb, məhz öldürülübdür. Bunu baş prokurorluq özü təsdiq etdi. Bəs bu günlərdə bu ölüm işi ilə bağlı keçirilən məhkəmədə onu öldürənlər tapılıbmı, tutulubmu? Xeyr. Məhkəmə prosesində 2 nəfərə prokuror iş istəyibdir. Birinə 5 il, birinə 4 il. İndi mən sizə onları da qeyd edəcəm. Bəs bu şəxsi öldürənlər kimlərdir? Dediyim kimi, keçən ilin sentyabr ayında bu məsələni yaxşı ki, mən qabartdım. Və bundan sonra məhz istintaq güya apardılar. Mənim keçən ilki videomdan sonra həmən videoya təkcə YouTube-da 160 min, mən həmən vaxtı diqqət etmişdim, TikTok-da 1 milyona yaxın insan izləmişdim və müzakirə olunurdu. Hal-hazırda mediada bunu belə qələmə verirlər, hər hansısa bir Ceyhun Hüseynov adlı əskər. Xeyr, bu məhz Heydər Əliyevin tələbəlik dostu, İsrailə Hafiz Paşayev tərəfindən göndərilmiş və Heydər Əliyevlə münasibətləri olan bir şəxsdən söhbət gedir. Heydər Əliyevlə hər kəsin münasibəti yoxdur, yaxınlığı da olmayıbdır. Müəyyən mühafizə və xüsusi seçilmiş şəxslər yalnız onun yanına buraxılırdı və dostluq da eləyir. Çünki Əliyev və xüsusən Mehriban Əliyeva onun barəsində həmişə çox narahatdır. Gözlərdən uzaq saxlayır. Əlqərəz, qaydaq mövzuya unutmayaq. Keçən il danışdım və onun öldürülmə ehtimallarının səbəblərini izah etdim. Verilən bəzi məlumatları da paylaşdım. Nədən ibarətdir məlumatlar? Ki, Ceyhun Hüseynov məhz Heydər Əliyevlə yaxınlığından istifadə edən başqa dövlətin xüsusi xidmət orqanları onu cəsusluğa ya cəlb edir. O, bu cəsusluğu qəbul edir və yaxud da etməyibdir. Hər bir halda Azərbaycan hakimiyyəti, yaxın ailə, Prezidentin Mühafizə Xidməti bundan xəbər tutur və onu məhv etmək qərarına gəlirlər. Və əvvəlcə o Naxçıvana göndərilir, əskərliyə. Sual edilə bilər ki, niyə göndərilir? Hər kəs kimi o da Naxçıvanda hərbi xidmət keçə bilir. Xeyr, bu prosesi bilənlər, ADA Universitetində oxuyanlar, uşaqlarını oxudanlar və bəzi jurnalistlər, hakimiyyətdə olanlar çox yaxşı bilir ki, ADA Universitetində
çox müvəffəqiyyətlə təhsil alıb və universiteti bitirən oğlanlar və xüsusilə də İsrailə təhsil almağa, yüksək təhsil almağa göndərilən şəxslər əsgərliyə ümumiyyətlə heç göndərilmir. Göndərilirsə də Bakıya, Bakı ətrafa, yaxın bir yerlərə göndərilir. Naxçıvana isə göndərilmir. Naxçıvan sürgün hesab olunur və orada öldürülür. Deməli, konkret hərbi prokurorluğun məlumatında da bu deyilirdi ki, Ceyhun Hüseynovun meyidi o itkin düşdükdən sonra Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cünnüt yaşayış məntəqəsi istiqamətində yerləşən ərazidə aşkar edilməsi faktı üzrə Naxçıvan Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir və artıq məhkəməsi də keçirilir. Diqqət edirsinizmi? Ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə. İkinci bir məlumat bu yaxınlarda daxil olub ki, məhz Heydər Əliyevlə əsgər Ceyhun Hüseynov arasında mübahisə deyil. Sadəcə Heydər Əliyevin ondan bir xoş gəlməz bir hərəkətini və s. və yaxud da ki, xəyanət hesab edəcəyi bir əməlini görübdür və ondan deməli, onu cəzalandırmaq qərarına gəlibdir, fikrindən daşınmayıbdır və əskərlikdə onu öldürtmək fikrinə gəlibdir. Bu sadəcə bir xəbərdir, ehtimaldır. Amma daha ağla batan və mənim öz şəxsi mənbələrimin də doğruluğunu təsdiqlədiyi ehtimal ondan ibarətdir ki, Ceyhun Hüseynov hər hansısa xarici kəşfiyyat, dövlətin xarici kəşfiyyat xidmətinə cəsusluğa cəlb edilməyə cəhd edilibdir. O ya qəbul edib, ya qəbul etməyib ki, İlham Əliyevin oğlu Heydər Əliyevə yaxınlığı ilə fəaliyyət göstərsin və bu xəyanəti də və yaxud heç xəyanət də olmayıbdır, sadəcə belə bir ehtimalı nəzərə alıb onu öldürüblər ki, səhərsi gün Heydər Əliyev barəsində məlumatlar başqa dövlətlərin xarici kəşfiyyatına, xidmətinə gedib çatmasın. Başqa dövlət deyərkən, biz bilirik ki, Azərbaycan Prezidenti İlham Əliyevin özünü, həyat yoldaşını, ailə üzvlərini nəzarət altında saxlayan bir dövlət var, o da Rusiyadır. Əvvəllər də belə olub, indi də belədir və bu adam öldürülüb. Belə deyilsə, niyə prokurorluq, niyə istintaq, müstəntiqlər, polis, dövlət təhlükəsizlik xidməti niyə aşkara çıxarmır, tapıb da ortaya çıxarmır ki, bu adamı kim öldürübdür? Sadəcə olaraq, deməli, məhkəmədə prokuror bəyan edib ki, təqsirləndirilən polkovnik Samir Həziyev və hərbi hissənin tibb xidməti rəisi işləmiş tibb xidməti kapitanı Aydın Quliyevə vəzifə səlahiyyətlərini aşma maddəsi ilə elan edilmiş ittiham məhkəmə istintaqı zamanı toplanmış sübutlarla təsdiqini tapıbdır. Deməli, Ceyhun Hüseynovu, Heydər Əliyevin tələbəlik yoldaşını kim öldürübdür? Qatili tapmayıblar, heç bunu axtarmayıblar da. Bu məsələ nə məhkəmədə, nə istintaqda müzakirə edilmir. Müzakirə edilən və tutulan və prokurorun iş istədiyi adamlar həmən hərbi hissədə çalışan bir polkovnikdir, bir də ki, tibb xidməti kapitanı Aydın Quliyev və Samir Həziyev. Niyə? Çünki yəqin ki, bu adamı, onu öldürənlər hərbi hissədən hansısa formada çıxardıblar və bunlar da həmən vaxtı postda olan adamlar olubdur, yəni xidmət başında olublar. Ceyhun Əskərov əskər olaraq da Ceyhun Hüseynov bunların xidmətində olub, onların gözündən yayınıb nədir? Qatillər kənarda, tutulanlar isə polkovnik, hərbiçi və həkimdir. Niyə? Niyə qatilləri tapmırsınız? Əgər qatillər həqiqətən də sizin o müəmmalı və çirkin niyyətlərinizi həyata keçirən öz adamlarınız deyilsə, mən bunu ümumi deyirəm, o kimlər eləyibdirsə. Deməli, bu əsasla Samir Həziyev 5 il və Aydın Quliyevə isə prokuror 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası tələb edibdir. Həmçinin sərbəst mühakimə edilən
Aydın Quliyev məhkəmə zalında həbs olunması təklif olunubdur. Vəkillər Orxan Zeynalov və Kəramət Əliyevə müdafiə çıxışını hazırlamaları üçün aprelin 17-sinə dək vaxt verilibdir. Ceyhun Hüseynov ADO Universitetində Heydər Əliyevdən tələbə yoldaşı olub və yaxınlıqları olub. 627 balla bu universitetə daxil olub. Daha sonra Hafiz Paşayev tərəfindən o göndərilibdir İsrailə təhsil almağa və qayıtdıqdan bir qədər sonra işləyib və daha sonra belə qərara gəliblər ki, onu əskəriyə göndərmək lazımdır. Amma bu müddət təhsilini bitirməsi ilə və deməli, əskərliyə getməsi arasında müəyyən bir vaxt olubdur. Valideynləri susmamalıdır. Övladlarının qanını batırmasına razı olmalı deyirlər. Bildikləri həqiqətləri hər hansısa bir formada mənə çatdıra bilərlər. İstər Facebook səhifəmizdən, istər Instagram səhifəmizdən bizə məlumat göndərə bilərlər. Bu məlumatları əlbəttə ki, Azərbaycanda elə bir başmaqlı kişi jurnalist yoxdur ki, danışa və yaxud da başa çalmalı qadın jurnalist də yoxdur. Əlbəttə ki, bunu biz edə bilərik. Məlumatları bizə göndərin. Nəyə görə İsrailə oxumağa göndərilmişdi? Azərbaycanda Paşayevlərin arxasını dayadığı iki böyük qüvvə var. Bir İsraildir, bir də Rusiyadır. Hər ikisi ilə münasibətlərini yaxşı saxlayırlar. Məsələn, sonlarda, ən keçənlərdə Prezidentin Təhlükəsizlik Xidmətinin rəis müavini gətirilən Fərid Əsgərov, o, məhz Paşayevlərin adamı, Altay Həsənov, Mehriban Əliyevanın bibisi oğlu tərəfindən hazırlanmış bir kadrdır. Əvvəlcə FSB Akademiyasında Rusiyada təhsil alıbdır, yəni KGB Akademiyasında. Ondan sonra İsraildə təlimlərə və xüsusi təhsilə göndərilibdir. Fikir verirsiniz oxşarlığı? Yəni, demək istədiyim odur ki, öz adamını Paşayevlər gələcək kadrını hər hansı bir xəyanət və yaxud da xəyanət olma ehtimalı olmadan nə əskərliyə göndərərdilər, nə də rahat belə buraxardılar. Qatillərini mütləq tapardılar. Qatillərini tapırlarsa, ağla bir fikir gəlir ki, yəqin ki, qatilləri özləridir. Səbəbləri isə izah etdim. Gerçəkləri hər zaman izləmək istəyirsinizsə, Azad Söz kanalını izləyin. Abunə deyilsinizsə də abunə olun. Gerçəklər buradadır. Məhz gerçəkləri danışdığım üçün də hədəfdəyəm.